Sabit, mən uca bezmişəm. Mən boşanıram. Tab gətirə bilmirəm uca bunlara. Boşanmaq nədir? Ailəni qurmaq elə belə şeydir, bir dəqiqə içində onu silib atasan? Başa düşmürsən, nə deyirəm ki, bizdə alınmır. Mən boşanıram. Vəfa, bəsdir, etmə, eləmə belə. Hər kiçik davadalaşır ortasında boşanıram. Nədir? Uf, ay Sabit, sən üçün kiçik gələn söhbətlər mənim üçün böyükdür də, alınmır da. Vəfa, hər şeyi danışaraq yoluna qoymaq olar. Ailəni dağıtmaq günahdır. Bəs uşaqlar? Ayda, uşaqlıq deyil də bu söhbət. Uşaq kim nə deyər də deyil. Söhbət o qədər uzanıb ki, alınmır da, boşanıram. Bitirəm, gedir. Vəfa, gəl bu ailə dağılmasın. Boşanma. Niyə də, niyə? Nətər yəni, niyə? Ay Vəfa, gül kimi ərin vardı. Heç olmasa indi xərclərimiz yarı-yarıyadır. Boşanandan sonra bütün yük düşəcək mənim üstümə. Özdə nə deyib boşanacaqsan? Tutarlı bir səbəbin var sən. Düz deyirsən, Laf xəyanət zad da eləmir ki, deyim nəsə tutum ayrılım, tutarlı səbəbim olsun. Yaxşı, hələlik idarə eləyək belə.